Mən Abbasov Afiq, Xanlaroğlu Cəlilabad Muğan İnzibati ərazisindən ayın 5-i bizim uşaq 1 yaş 1 aylıq Aysel səhər saatlarında ani olaraq suburğalar keçməyə başladı. Uşağı biz gətirdik Cəlilabad Mərkəzi Xəstəxanasına. Orada ilkin müdaxilələr olundu, reanimasiya şöbəsinə qaldırıldı, müdaxilələr olundu. Lakin biz uşağın durumu getdikcə ağırlaşır. Heç cürə suburğalardan ayıla bilmirdi uşaq. Biz uşağın vəziyyətini təhlil elədilər ki, bəs uşağı biz Bakıya çatdırmalıyıq. Ölkədə bir neçə uşaq intensiv reanimasiya şöbəsi var. Bunların içərisində Sumqayıt güclü reanimasiya şöbələrində, uşaq reanimasiya şöbələrindən biridir. Və biz Əfqan doktor qəbul elədi uşağı. Uşağın vəziyyəti tip dilindən desək, saturasiya göstəricisi 40, temperatur göstəricisi 41, tam bitkin bir şey, ağır vəziyyətdə uşağı məhz bu reanimasiya qəbul edib. Tam ümidlərin söndüyü bir vaxtda, bir ata olaraq, valideyn olaraq son ümid yerimiz sanki bu reanimasiyada xəstəxana idi. Burada mən uşağı təhvil verəndə bura həkimlər mənə öz dəstəyini bildirdilər, mənəvi dəstəyini bildirdilər, sakitləşdirdilər. Mən burada isti münasibət hiss elədim. Mən bu divarlar arasında insana, uşağa nə dərəcədə, hansı dərəcədə, maksimumun yüksək dərəcəsində qulluğu gördüm. Hər gün qətrə-qətrə, qram-qram da olsa uşağın yaxşılığa doğru vəziyyətini hiss elədik. Bu ünvanla uşaq burada 20 günə yaxın burada yatdı. Və bu 20 gün müddətində bütün bu kollektiv, tibb bacılarımız, həkim kollektivimiz, A-dan Z-yə burada olan bütün işçilər bizə ayrı-ayrılıqda öz vəzifə borcunun, öz həm uşağa necə qulluq olunur, həm valideyni mənəvi cəhətdən necə sakitləşdirilir. Bütün bunları mən burada hiss elədim. Və nəticə olaraq uşağın hər gün yaxşılaşmağını gördüm gözlərimlə, hər gün bunun şahidi olmuşam. Onun üçün mən Esmira xanıma təşəkkür edirəm. Esmira xanım mənə çox dəstək oldu. Heç mənə yox, mən burada olduğum müddətdə burada bir sıra valideynlər var ki, ağır vəziyyətdə, o sanki bir burulğan oldu, bir 20 gün bundan öncə uşaqlar hamısı xəstəliklə, qızdırma ilə daxil olurdu bura. Suburğa ilə mən bunların şahidi olmuşam, görmüşəm. Burada tək mənim üçün yox, bütün valideynlərə göstərilən diqqət, uşaqlara göstərilən qayğı, şəxsən mən bunun şahidi olmuşam. Mən minnətdarlığımı bildirirəm. Bir valideyn kimi, bir vətəndaş kimi mən hər birinizə minnətdarlıq edirəm. Burada mən ailələri görürdüm, ağlaya-ağlaya, dolğun şəkildə uşaqlarını gətirdilər bura, sevinə-sevinə buradan uşaqları götürüb gedirdilər. İndi hal-hazırda uşaq orada nevrologiyada müalicə alır. Mən də bir ata kimi, valideyn kimi minnətdarlığımı bildirmək istədiyim. Allahın köməkliyi ilə, bu insanların əlinin şəfası ilə valideynlər, ailələr burada sevinirlər. Allah bütün bağları saxlasın, bizimkilər də onun içində. Esmira xanıma təşəkkür edirəm. Azadxanova xüsusi təşəkkürümü bildirirəm. Hər daim maraqlandılar. Tək mənim evladımla yox, bütün uşaqlarla, bütün körpələrlə hər daim maraqlanır. Bütün gərgin iş qrafikası, işlərin içində, bütün işlərin qoyub qırağa uşaqların həyatı ilə maraqlanır. Səbinə xanım xüsusi olaraq hər gün maraqlanır, mənlə maraqlanır, həkimlərlə, uşaqla maraqlanır, uşaqlarla ümumiyyətlə maraqlanır. Mən hər birinizə minnətdarım. Çox sağ olun. Allah bütün hər birinizə kömək olsun.